adamlara deyəcək. Onlar bir mehribanlaşmaq üçün biraz hər dəfə adama nəsib olmur da belə. Biraz da mən onu nəzərdə tutub bu məclisi istədim. Bəzi şeylərdə üstə düşdü. Ona görə də bir daha deyirəm sizə, xoş gəlmişsiniz. Hamınızın bayramınız mübarək. Qarşına gələn çəkilməniz də mübarək. Allah'a çok şükür. Allah hamının qapısında yaxşı mənada, yəni xeyir iş eləsin. Amma Allah tamam olub. Yəni bu belə bir şeydir ki, bizim dinimiz də, ölümü də biraz bu sözü biraz demək istəmədim amma İslam dini o dərəcədə artıq hamının üçün də, hamı da bilir. Yəni bu ibadət edən də, eləməyən də İçimizdə ibadət eləməsək də o xofu deməlidir, o inamı həmişə saxlayın. Biz ibadət eləmirik, amma o inam bizim hamımızda var. Ona görə də bir daha da xoş gəlmişsiniz. Allah Teala oruç tutanların orucunu qəbul eləsin. Tutmayanlarımız da elə necə deyirlər, hamımızın bəlkə də necə deyirlər, mən elə bilirəm ki, onların da qəbzələr yolcusun yani. Allah köməyiniz olsun. Biz de burada mən qazılarımıza bunlara da o biraz da bir müaməzə qatıb, xoşbəxtliklə onlara qadınlar biz hamımız deyəndə kişi xoşbəxt kişiyə xoşbəxtlik demirlər, adətən qadına deyərlər xoşbəxt olacaq, belə deyirlər. O da var ama daha çox yaraşan bir şeydir. Ama ben bu məclisdə də ümumiyyətlə belə işləşəm ki, xoşbəxtliyi kişilər yaradır, amma qadınlar üçün də belə deyək də. Allah hamımızı xoşbəxt eləsin. İçərisində bizim ailə ilə bağlı. Canını sağlam eləsin. Yəqin ki, qadınlarımız bizim elə bilirəm ki, layiqdir, onlar bizim yaxşı niyyətlərimizə layiqdir. Sağ olun, bir daha xoş gəlmişsiniz. Hoş geldiniz, sağ olun. Müşkümelmede, minnətdarım Ümran Həsən müəllimə, mən də sizi məclisdə xoş gördüm, sizi dünən. Sağ olun.